Şükür bugün. Hoş geldin. Şükür bugün. Sağ olun. Çok şükür. Çok şükür. Çok Allah Sağ olun. çok çok Tebrik ederim. Tebrik ederim. Sağ olun. çok şükür. Sağ olun. Sağ olun. Hoş geldiniz hocam. Sağ olun. Sağ olun. Çok şükür bu günümüzə qədəmləriniz mübarək Tebrik olsun. ederim. Çok sağ olun. Tebrik ederim. Özünüzü Sizin xoşbəxt. sayenizde Allah bu torpaqlara hoş gelmişsiniz. Biz de hoş geldik. Bəli. Siz məndən bir qədər tez gəlmisiniz. Bir neçə gün. Sağ olun. Sağ olun. Sağ olun. Allah sizi var eylesin. Hem büyük hoşbəxtçi etdi ki, siz atanızın rəhmətliyin deməli vəsiyyəti yerinə yetirdiniz. Elədir. Sağ olun. Düzdür. Hansıdır medallar? Cəbrayıl, Şuşa, Füzuli, Hocavənd. Bütün torpaqları azad eləmişsiniz. Təbrik edirəm. Çok sağ olun. Təbrik edirəm. Hoş geldiniz. Sağ olun. Çok sevindik ki bu hoşbak günümüzde yaşattınız. Sağ olun. Hoş gelmiş Cenab-ı Başkanım. Sağ olun. Hoş geldiniz. Hoş gördük. Allah sizi korusun Cenab-ı Prezident. Sağ olun. Yaşasın güçlü Azerbaycan. Sağ olun. Allah korusun sizi. Ailenizle birlikte. Sağ olun. Cenab-ı Prezident. Teşekkür ederiz size ki bu torpaqları qaytardınız. Sağ olun. Sağ olun. Sağ olun. Ürəkdən sizi təbrik edirəm. Doğma Qarabağ torpağına qayıtmağınız münasibəti ilə əminəm ki, burada rahat yaşayacaqsınız. Xoşbəxtlik içində, sülh, əmin-amanlıq içində yaşayacaqsınız. Siz buna layiqsiniz. Çok sağ olun canım. Çok sağ olun. Çünki uzun illər əzab, əziyyət içində yaşamısınız. Köçkün həyatı, ağır həyat. Həm mənəvi əzablar, həm fiziki çətinliklər, öz doğma torpağını tərk edib başqa yerə, hətta Azərbaycan içində olsa belə, getmək və əzab, əziyyət içində yaşamaq böyük sınaqdır. Siz bu sınaqdan şərəflə çıxmısınız. Əminəm ki, bütün Azərbaycan xalqı siz də hər zaman inanırdınız ki, bu gün gələcək. Və bu torpaqları biz azad edəcəyik, ədaləti bərpa edəcəyik, düşmənin torpaqlarınızdan qovacaq. Allah sizi korusun. Və 5 il bundan əvvəl Vətən müharibəsi zamanı bildiyiniz kimi o vaxt işğal edilmiş torpaqların böyük hissəsi azad olunsa da Xocavənd hələ də işğal altında qalmışdı. Xocavəndlər də hesab edirdi ki, nə vaxtsa vəziyyət dəyişəcək. Əminəm ki, cəmiyyətdə inan var idi ki, bir qarış torpaqda düşmənin tapdağı altında qalmayacaq və buna da biz nail olduq. Artıq 2 ildən çoxdur ki, bütün əraziyə Azərbaycan dövlətinin suveren ərazisinə biz nəzarət edirik. Düşmənin o sonuncu yuvasını da dağıtmışıq. Separatçıları da qovmuşuq. Onları da məhkəmə qarşısında cavab verməyə məcbur etmişik və ədaləti tam bərpa eləmişik. Ona görə o artıq ağır dövr geridə qaldı. Arxada qaldı, bir də qayıtmayacaq. Bugün dövlətimiz güclüdür, ordumuz güclüdür və xalqımız artıq bu illər ərzində bütün dünyaya öz böyüklüyünü göstərmişdir. Azərbaycan qədər belə tam və mütləq qələbə qazanan son 80 il ərzində ikinci ölkə olmamışdır. İndi isə quruculuq vaxtıdır və burada artıq dövlət sizin üçün şərait yaradıb. Evlərin bəziləri bərpa edilib, yenidən qurulur. Bu proses davam etdiriləcək. 10 minlərlə Azərbaycan vətəndaşı artıq azad edilmiş torpaqlarda yaşayır və onlardan hardasa 30 minə yaxın keçmiş köçkünlərdir. Bildiyiniz kimi əsas bu son 4-5 il ərzində infrastruktur layihələrinə biz vəsait ayırırdıq. Çünki əsas yaşamaq üçün ilkin şərtlər olmalıdır. Elektrik, qaz, su, yollar, körpülər, tunellər. İndi isə daha çox yaşayış evlərinin tikintisi, bərpası məsələlərinə vəsait ayrılacaq. Ona görə böyük qayıdış prosesi daha sürətlə gedəcək. Burada iş yerləri də yaradılır.
həm dövlət xətti ilə, həm ictimai təşkilatlar xətti ilə və əlbəttə ki, özəl sektor və burada yaşayan insanlar, onların əksəriyyəti vaxtı ilə kənd təsərrüfatı ilə məşğul idi. Siz yaxşı bilirsiniz ki, bu bölgənin çox gözəl təbiəti var, münbit torpağı var, suyu var, bulaqları var, hər şey var. Əsas odur ki, insanlar artıq burada rahat yaşasınlar və tam əmin olsunlar ki, bir daha xalqımızın başına belə fəlakətlər gəlməyəcək. Bunun üçün də hər zaman güclü olmalıyıq, ayıq olmalıyıq, keçmişi unutmamalıyıq və gələcəyə inamla baxmalıyıq, necə ki, inamla baxırıq və yaşayırıq. Sizi ürəkdən təbrik edirəm, can sağlıqlar verirəm. Bu günümüzə şükür. Həmişə yığıncaqlarımız olanda deyirdim ki, belə yığıncaqlarımız Qarabağda olsun. Bugün arzumuza çatmışıq. Özümüzə o qədər xoşbəxt hiss eləyirik ki, biz öz torpağımıza, vətənimizə gəlmişik. 5 gündür burada yaşayırıq. Vallahi nə acırıq. Elə bir təmiz oksigen nəfəs alırıq. Hava görün necə gözəldir. Çox sağ olun. Şəhidlərimizin canı bahasına, qazilərimizin, hərbiçilərimizin qanı bahasına, sizin sayənizdə, siyasətiniz sayəsində torpaqlarımız azad olub. Bugün biz burada yaşayırıq. Özümüzü çox xoşbəxt hiss eləyirik. Çox sağ olun. Ulu Öndərin vəsiyyətini yerinə yetirmisiniz. Allah ona rəhmət eləsin. Allah sizi qorusun, evlatlarınızı qorusun. Bəli. Buranın təbiəti çox gözəldir, havası təmizdir. Bura Qarabağdır, cənnət. İşğal dövründə harada məskunlaşmışdır? Ağcabədidə. O dövlət tərəfindən verilmiş. Dövlət tərəfindən. Biz də gəlin. Bəli, çək. Hamımız yerləşəcək. Gəlin. Evlər necə? İşıq var, su var, həyat sahələr də var. Hamısı gözəl. 15 sot həyatının sahə var. Hər şey əkə bilərsiniz. Bəli. Sağ olun. Mənim də adım İlham. Elədir? Çox yaxşı. Sağ olun. Amma bizim sakinlər həqiqətən qoçaq cəmiyyətdir. Hər bir şəraitdə yaradacaq, ağa, əkin, biçin, cəmiyyətimiz çox qoçaq cəmiyyətdir. Burası elədir. Təbii cənnətdir. Əsas məsələ Allah sizi qorusun ki, irəli Elə də olacaq. Ancaq irəli. Neçə illər arasında olduğumuz, həsrətini çəkdiyimiz Qocabət torpağının talanıyla sizi. Sağ ol. Elinizə, obamıza, dədə-baba yurdunuzda xoş gəlmişsiniz. Sağ ol. Təşəkkür edirəm. Və bu gün üçün biz çox xoşbəxtdik. Ən xoşbəxt günlərimizi yaşayırıq. Siz layiqsiniz buna. Yəni 35 il işğal altında qalan torpaqlar. Amma ümidlə yaşayırdıq ki, nə vaxtsa qayıdacağıq arzumuza. Hə, inanırdıq. İnanırdıq. Azərbaycan torpağı nə qədər varsa, o Azərbaycan torpağının üstündə siz var olasınız. Ailənizlə. Allah sizi Azərbaycanın üstündən əsir eləməsin. Bundan sonra sülh içində yaşayacaq halkımız inşallah. Bizə can sağlıq arzular. Xoşbəxt yaşayın. Cənab prezident, çəkilə bilərik şəkil. 35 ildir gözlüyüm. Harada yaşamışsınız işğal dövründə? Şəhər tərəfdə. Bakıda. Havasından qurtardı, Tıxaçdan qurtarmışıq. Tıxaç, toz, torpaq, külək. Bu qədər arzulamışıq bu Harada günü. yaşamışsınız? İşğal dövründə. Ağcabədi. Ağcabədi. Ağcabəddə ona görə yaşamışıq ki, Qarabağa yaxındır da, 50 kilometr tez qayıtmaq üçün. Buradan çıxanda Ağcabədiyə köçdük. Hə, elə birincidən Ağcabəddə olmuşuq.
Orada şərait necə idi? Yaxşıydı, amma bilirdik ki, nə vaxtsa qayıdacağıq. Yerini heç nə vermir. Dərman atanlar da dərman atmırıq. Bura gələnlər nə dərman atan var, Yox, burada nə? Bax, hava dərmandır. hava. Ben həqiqətən elədim. Allah sizi qorusun, evlatlarınızı qorusun. Bütün Çox Qarabağ xoşbəxtlik. qurur zonu. Dəmir yumruq həmişə yerində olsun. Olacaq. Fəxr eləyirik ki, sizin kimi prezidentimiz var. Fəxr eləyirik. Çox sağ olun. Çox sağ olun, var olun. Xoşbəxt yaşayın. Yaxşı yol. Hələ nəvəmin də adı. Deməli 59 təvəllüddən siz 62. Ha da, mən 61. 61, mən də 61-əm. Sağ olun. Nəvəm də Allah ilhamları Allah sizi qorusun. Sağ olun. Sağ olun. Yaxşı yol, yaxşı yol. Sağ olun. Sağ olun, sağ olun.